Müayinəmiz ilk növdə krestodan başlayır. Nə vaxt ki, aybaşı qanımız yoxdur. Ona görə həkimə gələndə nə etmək lazımdır? 3-4 gün öncədən heç bir şam istifadə etmək olmaz, yuyuculardan istifadə etmək olmaz. Bəzi qadınlar əlinə salıb səri etməyin onu və cinsi əlaqədə olmasın. Gələndə ki, biz kresto baxışıyıq. Baxış nədir? Sadəcə uşaqlıq boyunun vəziyyəti, vaginal yollarda kandidolomalar və ya da hansı bir virus zədələnməsi varmı, yoxmu ona baxırıq və təbii ki, iltihabın xarakterini biz dəqiqləşdirməliyik. Çünki bəzən biz hər iki tərəfə iltihab üçün müalicə yazırıq. Kişilərdə çox elə iltihab özünü tam doğru göstərmir. Çünki onlarda hər deyən infeksiyanı tapmaq çətin olur, amma qadınlarda biz onu aşkarlayıb hər iki tərəfə müalicə yaza bilərik. Misal üçün, bəzi yerlərdə kişilər adını yoxlayırlar, qadın adını yoxlayırlar. Onda əslində mən elə bir məntiq görmürəm. Çünki qadında hansı infeksiya varsa ki, var. Deməli, hər iki tərəf eyni, əgər əlaqədə olan bir cütlükdürsə, təbii ki, qadından çıxan cavabla, analizində çıxan cavabla biz yoldaşına da, yəni partnera da müalicə yaza bilərik. Düşünürəm ki, hər iki tərəfə analiz etdirmək elə də vacib məsələ deyil. Əsas məsələ hər iki tərəfin eyni anda müalicə qəbul etməsi, müalicə müddətində cinsi əlaqə olmaması və analizin nəticəsinə baxıb təmizlənmək haqqında rəy bildirməkdir.